Hər vaxtınız xeyir olsun uşaqlar. Bugün biz sizinlə 6-cı sinif təbiət dərsliyindən maddəli fiziki hadisələr mövzusunun öyrəndiklərinizi tətbiq edin və öyrəndiklərinizi yoxlayın hissəsindəki tapşırıqlara baxacağıq. Yeni bölmədir və çox maraqlı bölmədir. Əvvəlcə düşün, müzakirə et və paylaş hissəsindəki situasiyaya fikir verək. Çox maraqlı situasiyadır. Situasiyada bizə deyir ki, sizə şüşə stəkanda şəffaf maye verilmişdir. Bu mayenin su olub olmadığını necə müəyyən edə bilərsiniz? Baxın, deməli, bizə bir maye verilib stəkanda və bu mayenin su olub olmadığını necə müəyyən edə bilərik? Əlbəttə ki, biz tanımadığımız hər hansısa bir mayeni qoxlaya və yaxud da ki, içə bilmərik. Çünki bu zaman onun içərisində nəyin olduğunu bilmərik və bu zaman bizim səhhətimizə ziyan vurmuş olar. O baxımdan qoxlamadan, dadına baxmadan necə müəyyən edə bilərik ki, bu sudurmu, yoxsa deyil? Əvvəlcə nə edərik? Bu qabdakı mayeni soyuducunun buzluq hissəsinə yerləşdirərik. Əgər 20 dəqiqə və yaxud da ki, yarım saat ərzində qabdakı maye donarsa, demək ki, bu qabın içərisindəki maye həqiqətən də sudur. Yox, donmarsa, demək ki, bu su deyil. İndi öyrəndiklərinizi tətbiq edin hissəsindəki tapşırıqlara baxaq. Cədvəldə bizə verib müəyyən bir maddənin ərimə və qaynama temperaturları və bu ərimə və qaynama temperaturlarından istifadə edərək A halını müzakirə edək. A bəndində deyir ki, uşaqlar, bu maddə 5 Selsi, 20 Selsi və 90 Selsi temperaturunda hansı halda olar? Ərimə temperaturu fikir verin 10 dərəcədir. Amma qaynama temperaturu 84. Biz bilirik ki, əgər maddənin temperaturu, baxın, ərimə temperaturundan aşağıdırsa, yəni ərimə temperaturu 10 deyil, 10 dərəcədən aşağı olanda maddə bərk halında olacaq. Qaynama temperaturu isə 84-dür. Yəni, onda belə çıxır ki, 84 dərəcədən yuxarı temperaturda maddə qaz halında, yəni buxar halında olacaq. Əvvəlcə A variantında 5 dərəcəyə baxaq. 5 dərəcə. Baxın, 5 dərəcə hansına yerləşdirərəm? Ərimə temperaturu fikir verin, 10 dərəcədən aşağıdır. Demək ki, 5 Selsi dərəcədə, 5 Selsi dərəcədə. Maddə bərk halındadır. Niyə? Çünki 5 Selsi dərəcədən 10 Selsi çatana qədər maddə bərk halında olacaq ki, 10 dərəcədə o maddə əriməyə başlayacaq. Bəs 20 Selsi dərəcədən necə olacaq? 20 Selsi dərəcədə, bəli. Baxın, 20 Selsi dərəcə 10 ilə 84-ün arasındadır. 10 və 84-ün arasında yerləşdirildiyə görə həmin halda dərəcədə maddə maye halında olacaq. 90 Selsi hansına yerləşdirərəm? Bəli, 90 Selsi qaynama temperaturundan yuxarıdır. Yəni, 84 dərəcədə qaynayırsa, 90 Selsi 84-dən böyük olduğuna görə artıq bu halda maddə qaz halında, yəni buxar halında olmuş olacaq. 90 Selsiyə də yazaram, buxar halı. Bu şəkildə A variantını həll etdik. İndi isə B variantına keçək. B variantında deyil. Bu maddəni 30 Selsidən 95 Selsiyə qədər qızdırdıqda və yaxud da ki, 50 Selsidən 2 Selsiyə qədər soyutduqda hansı hal çevrilməsi baş verər? Baxın, diqqətlə fikir verin uşaqlar. 30 Selsidən 95 Selsiyə qədər qızdırdıqda 30 Selsi harada yerləşir? 10 və 84-ün arasında. Demək ki, 30 Selsi maye halıdır. Maye. Amma 95 halıdadır, qaynama temperaturdan yuxarı. Demək ki, bu qaz halıdır. Fikir verin indi, maddəni 30-dan 95-ə qədər qızdırdıqda maddədə hansı hal çevrilməsi baş verəcək? Maddə maye halından, buraya yazaq, maye halından qaz halına keçəcək. Qaz halına keçəcək. Bu çevrilmə də buxarlanmadır. Buxarlanma. Daha sonra B variantında ikinci sual bu şəkildədir. 50 Selsidən 2 Selsiyə qədər soyutluqda. Fikir verin, 50 Selsi, bunu qırmızı rənglə göstərin, fərqlənsin. 50 Selsi harada yerləşir? 50 Selsi yenə də 10 və 84-ün arasındadır. Demək ki, 50 Selsidə maddə maye halındadır.
Bəs 2 selsi, 2 selsi 10 dərəcədən aşağıdır. Demək ki, 2 selsidə maddə bərk halındadır. İndi diqqət yetirsək, maddə hansı haldan hansı hala çevrildi? Bəli, maye halından bərk halına çevrildi. Mayədən bərkə, bərk halına çevrilmiş oldu. Bu şəkildə, yəni bu hal çevrilməsinə də bərkimə deyirik. Bu şəkildə həll etmiş olduq. İndi öyrəndiklərinizin yoxlanın hissəsindəki tapşırıqlara baxaq uşaqlar. Öyrəndiklərinizin yoxlanın hissəsində bizə deyir ki, un və biber tozunun hansı fiziki xassələrini sadalaya bilərsiniz? Bu xassələri hansı duyğu orqanlarımızla müəyyən etmişsiniz? Baxın, un və biber tozu. Un ağ rəngdə maddədir. Biber tozu isə qırmızı və yaxud da qara rəngdə olan bir maddədir. Hər ikisi, deməli, əvvəlcə deyək, ağ və qırmızı və yaxud da qara rəngdə olmasını hansı duyğu orqanımız vasitəsilə müəyyənləşdirdik? Buraya yazaq. Un və biber tozu. Olsun. İndi fiziki xassələrində altından qeyd edək. Un ağ rəngdədir. Biber tozu isə qırmızı və ya qara. Bunu biz hansı duyğu orqanımız vasitəsilə müəyyənləşdirdik? Gözümüz, yəni göz vasitəsilə gördük və müəyyənləşdirdik. Daha sonra un da toz halındadır, biber tozu da toz halındadır. Bəs bunu necə müəyyənləşdirdik? Yenə də gözümüz vasitəsilə. Başqa desək, un da bərk halındadır, biber tozu da bərk haldadır. Bunu həm gözümüz vasitəsilə müəyyənləşdirə bilərik, göz yazaq, həm də toxunaraq dəri vasitəsilə də müəyyənləşdirə bilərik ki, hiss edə bilərik və müəyyənləşdirə bilərik. Başqa, un, biber acı dad verir, acı dad verir. Amma biber tozu isə, daha doğrusu, un isə acı dad vermir. Acı dad vermir. Bəs bunu hansı duyğu orqanımız vasitəsilə müəyyənləşdirdik? Bəli, dilimizdə yerləşən dad reseptorları vasitəsilə. Buna yaza bilərik dil. Bu şəkildə xassələri müəyyənləşdirmiş oluruq. İndi ikinci tapşırığa keçək. İkinci tapşırıqda deyir ki, aşağıdakı maddənin hansı hallarda olduğunu müəyyənləşdirin və müxtəlif hallardakı temperaturlarını müqayisə edin. Fikir verin uşaqlar burada. Yuxarıdakılarını sileyim. Fikir verin uşaqlar. Bu maddədə zərrəciklər arasında boşluq çoxdur, düzdürmü? Zərrəciklər arasında məsafə çoxdursa, boşluqlar çoxdursa, demək ki, bu maddə qaz halındadır. Qaz halında. Və qaz halında, maddə nə zaman qaz halında olur? Qaynama temperaturundan yuxarı olanda. Demək ki, bu maddənin temperaturunu müqayisə etsəm, temperatur qaynama temperaturundan yuxarıdadır. İkincisi isə hansı haldadır? Maye halında. Niyə? Çünki həm zərrəciklər nizamsız şəkildədir, həm də bir-birinə yaxın formasındadır. Maye. Bəs temperaturu müəyyənləşdirsəm, temperatur ərimə temperaturundan yuxarıdır, amma temperaturu qaynama temperaturundan aşağıdır. Qaynama temperaturundan aşağı, ərimə temperaturundan yuxarı. Orta mövqeyini tutur maye halında. Amma üçüncü halda isə fikir verin, zərrəciklər hər biri nizamla düzülüb və arasındakı boşluqlar yoxdur. Bu hal isə maddənin bərk halıdır. Bərk halında temperaturu müqayisə etsək, temperatur ərimə halından aşağıda götürmüş oluruq. Bu şəkildə uşaqlar, biz tapşırıqları sizinlə izah etmiş olduq. Ümid edirəm ki, bu tapşırıqların hər biri sizə monitorinq zamanında dəstək olmuş olacaq. Monitorinqləri hazırlaşan şagirdlərimiz üçün pulsuz WhatsApp kanalımız var və həmin WhatsApp kanalının linkini aşağıda şərhlər bölməsində yerləşdirəcəm. İstəyən şagirdlərimiz həmin link vasitəsilə kanala qoşular və həftə sonları sizinlə tam ödənişsiz monitorinqə sıfırdan hazırlıq kursları keçiriləcək və canlı dərslərə qoşularaq həm suallarınızı bildirə bilərsiniz, həm də özünüz sual-cavabda aktiv iştirak edərək, öz bilik bazanızı möhkəmləndirərək monitorinqdə yüksək nəticələr əldə edə bilərsiniz. Bu qədər uşaqlar, sağ olun.